Gəncədə peşə məktəbinin həyətində yeniyetmənin meyidi tapılıb. Gəncə şəhərində faciəli hadisə baş verib. Şəhərdə yerləşən peşə məktəblərindən birinin həyətində yeniyetmə oğlanın meyidi aşkarlanıb. Ajansas xəbər verir ki, hadisə bugün səhər saatlarında qeydə alınıb. Belə ki, peşə məktəbinin əməkdaşları və tələbələri dərsə gəldikləri zaman məktəbin həyətində bir nəfərin hərəkətsiz vəziyyətdə uzandığını görüblər. Dərhal təcili tibbi yardım və hüquq mühafizə orqanlarına məlumat verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, ərazi mühafizə altına alınıb. Aparılan ilkin baxış zamanı meyidin 2008-ci il təvəllüdlü R. Bayramova məxsus olduğu müəyyən edilib. Onun sözü gedən peşə məktəbinin tələbəsi olduğu bildirilir. İlkin məlumatlara əsasən 18 yaşlı gəncin ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur. Meyit müayinə üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq. Hadisə məktəb kollektivində və tələbələr arasında böyük narahatlıq və kədər yaradıb. Şahidlərin sözlərinə görə, mərhum son vaxtlar səhhətindən şikayət etməyib və hər hansı ciddi problemi olmayıb. Lakin bu məlumatlar rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin bütün halları və səbəbləri istintaq zamanı dəqiqləşdiriləcək. Mərhumun ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verilir.